Düz nə tutdu deyil beləsinə. Düz Yox, uşaqlar ağlayır bir yaxdan. Mən niyə çəkim? Birinci salam, hər vaxt olsun. Mən düşman deyiləm. Başuza! 10 dərəcə, 40 dərəcə. Salam xanımlar, nətərsiniz? Ağcaqanadda şumon eləyir adamı. Siz elə bilirdiniz bir dənə qatar San Fransiskoda var. Axşamlar körpüdə işıqlar yanmalıdır. Burada ay var. Yox. Bitti, bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Xanımlar və bəylər, Əli Bayramlı videosuna, yəni Şirvan videosuna xoş gəlmisiniz. İstədim Şirvanı belə uzaqdan göstərəm sizə. Bilmirəm görsənir ya yox. Şirvan şəhərimiz tam olaraq budur. Qəsəbəsi də var. Bəlkə qəsəbəsinə keçərəm, bəlkə də göstərərəm, göstərmərəm, bilmirəm. Uzun zamandır məndən bu videonu istəyirdiniz. Deyirdiniz ki, bir Şirvanlı olaraq, Əli Bayramlılı olaraq taşdım. Əli Bayramlılı olaraq niyə bir video çəkmirsən? Şirvan videosunu uzun zamandır planlayıram, fikirləşirəm və qarşınızda Şirvan videosu. Yaşıllığı görürsünüz uşaqlar. Sən Allahın adı görürsünüzmü? Yamyaşıl ovalarımız var bizim. Dağımızdakı meşəliyə baxın, bax orada bir meşə var. Bax orada bir ağac kütləsi var. Orada var, bu tərəflərdə var. Hamısını göstərəcəm. Bu videoda hər şey olacaq. Çayınızı, kofenizi, yeməyinizi götürün. Qabağı itələmədən, yəni qabağı vermədən xahiş edirəm videoya baxın. Bir də TV-dən mənə baxan insanlardan xahiş edirəm. Oturursunuz ailəvi TV-dən baxırsınız, əcəb edirsiniz, amma videonu bəyənməyi unutmayın. Şirvan girişi. Cənnətin qapısı uşaqlar. Nətərdir? Hə? O yaşıllıq yoxdur deyənlər utansın. Ağaca bax, ağaca, kölgəsinə bax bunun. Qurban olaram. Mehli de, buz kimidir, brat. 10 dərəcə, 40 dərəcə. Fərq budur, fərq budur. Girişdə bayraq meydanımız var bizim. Hər şəhərdə, hər rayonda olduğu kimi. Bu arada Şirvan rayon deyil, Şirvan şəhərdir. Düzdür, arada çaşıb mən də rayon deyirəm, amma bax, bax, bax. Çaya bax, çay. Yaşıl çay, görsən? Çay əkmişik bura. Bilmirsiniz ya, Allah haqqı bilmirsiniz. Bayraq meydanı. Əksəriyyətdə heç kim gəlmir bura. Yəni uzağa o vaxtı şəkil gəlib çəkdirirdilər. Çox belə yer olmadığı üçün bizdə bura təmir olunmuşdu, yadıma gəlir. Hamı gəlib burada şəkil çəkdirirdi. Belə, başqa da bir türklər demişə, esprisi yoxdur buranın. Şirvan, gerbimiz, xəritəmiz, bayrağımız. Belə. Qəşəng. Qəşəng. Əla. Mesaj gəldi studiyumuza. Bir də Şirvanlılar bilər, ay işığım yanlı qalıb. Ben bunu söndürüm. Şirvanlılar bilər, gətirib maşını burada saxlamalısan. Hər Şirvanlının burada bir şəkli var. Maşını burada saxlayırsan, arkada Şirvan yazısı və özünü gero hiss edirsən. Hamımızın gəncliyi rəsmi var burada. Hamımız çəkdirir. Şirvan şəhərinin Şəhidlər Xiyabanına gətirmişəm sizi. Hansı ki girişdən girdiyiniz zaman sağ tərəfdə Şəhidlər Xiyabanıdır. Burada həm 1-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərimiz var, həm də 2-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərimiz var. Vallahi gördüyünüz kimi şəhidlərimiz çoxdur. 2 dənə də milli qəhrəmanımız var. Rafael Həbibovla Nofəl Quliyevdir. Allah qəni-qəni rəhmət eləsin cəmi şəhidlərimizə. Şəhidlər Xiyabanımız belədir. İləridə ana heykəli var. Burada isə artıq şəhidlərimizin məzarı başlayır. 2-ci Qarabağ şəhidləri isə qarşı tərəfdədir. Allah hamısına rəhmət etsin. Məkanları cənnət olsun. Bir çoxu gənc yaşında şəhid olubdur. 23 yaşında, 18 yaşında. Allah rəhmət etsin. İnsan bilmir nə desin belə anlarda. Görürsünüz uşaqlar nə qədər çox şəhid var. Bu günləri Qarabağa gedəndə bəlkə də unuduruq bəzi şeyləri. Hansı ki ikinci yaramız çox təzədir, çox yenidir. Amma unutmamaq lazımdır. Burada bu qədər şəhid görürsünüz, bu qədər də ailə var, uşaq var, ana var, ata var.
dərdindən ölən insanlar var, evladını, yoldaşını. Burada isə 2-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərimiz var. Gördüyünüz kimi şəhidlərimizin hamısı buradadır. Allah qəni-qəni rəhmət etsin. Necəflə mən dost idim, yəni tanış idim, ünsiyyətimiz var idi. Çox gözəl ailəsi var, hansı ki 2 bacıdan 10 il sonra dünyaya gəlmişdi. Mən ailəsi ilə tanış olmuşdum. Nicat isə şəhid olmuşdu. Yusif var burada. Yusif bir ananın balası idi və bugün anası təkdir. Yusif şəhid olubdu. Çox fərqli hisslərdir, çox. Emil var burada. Emilin də ailəsini tanıyıram. Adam bilmir nə desin belə bir mənzərə qarşısında. Çox fərqli hissdir, çox. Ramil var. Anası müəllimə olmalıdır, səhv etmirəmsə. Allah səbir versin ailəsinə, yerdə qalanlara. Hətta Elçin şəhid olanda müharibə bitmişdi. Artıq müharibə getmirdi. Elçin şəhid olmuşdu. Elçinin atası da bu yaxınlarda rəhmətə gedibdi. Mən buradan Şirvan Astanovkası deyirlər. Oradan minirdim əminin maşınına, Bakıya gedirdim. Ara sıra Bakıya gedib gəlirdi. Çox da yaxşı kişi idi, Allah rəhmət eləsin. 2023-cü ildə şəhid olan şəhidimiz var, polkovnik, leytenant Hüseynov Rəşad. Allah rəhmət eləsin. Sizi gətirmişəm Kürün bu birisi sahilinə, hansı ki Şirvanın Old City'si var. Ora aparacağım, yəni köhnə şəhərində bir Kür keçir, qəşəng bir bağ var orada, onu da göstərəcəm. Amma burada gözəl bir körpümüz var. Bəlkə də zənn eləyərsiniz ki, bu bir körpüdür. Yox, qətiyyən, no. Sol tərəf, yəni bizə tərəf olan bir körpüdür, yəni yeni körpüdür. Sağdakı isə köhnə körpüdür. Hansı ki o 1962-ci ildə fəaliyyətə verilibdi. Eşq olsun Şirvan şəhərinə. Yadıma gəlir, mən onun üstündən keçirdim. Çünki 2010 neçədə bağlandı o körpü. Yəni bu gördüyünüz yeni körpü 7-8 ildir belə fəaliyyət göstərir. Ha qardaş, o birisi körpüdən tez-tez belə çöküklər əmələ gəlirdi. Düşürdün o körpüdən aşağı. Maşınlar düşmüşdü, düşməmişdi bilmirəm, amma çökən var idi, öz-özünə belə çökürdü, onu təkrardan düzəldirdilər, dəmirləyirdilər, yamaq vururdular. Sonrasında sağ olsunlar belə bir körpü tikdilər, fəaliyyətə də verdilər. Salam xanımlar, nə tərsiniz? Başva döydüm. Şirvan ləhcəsi də budur. Şirvan uşaqlar yığılma komanda olduğu üçün burada Salyandan, Sabirabaddan, hər bölgədə insanımız var. Əsasən Arandan var, yəni Neftçaladan var, Salyan var, Sabirabad. Bayaqları saydıqlarım. Həyəcanlıyam, üzrü sənin qarşımda bu cür gözəl xanımlar dayanıb, ona görə də bilmirəm, dilim topuq vurur. Şirvandakı bu körpünü göstərmək istədim sizə. Bax, bu biridir. Mənə ən maraqlı olan körpülərin altıdır. İstanbulda olanda da Boğaziçi körpüsünün altına baxırdım. Bu da ikincisidir. Qabaqda da Kür var. İndi gedib o xanımları narahat eləməyim. Önəmli olan bunları göstərdim sizə. Mən deyəndə ki, Şirvan cənnətdir, inanmırlar. Qardaş, yaşıllığa bax, görürsənmi? Ağaçlara bax ya, Allah bilir 30-40 illik ağaçlardır, bəlkə daha çox. Gəl piknikini elə. Bura Masallıdan, Lənkərandan, Astaradan nə əksiyi var? Şəlaləsi yoxdur, havası istidir, bilirəm əksilikləri çoxdur, amma yenə də heç yox da yaxşıdır. Gənclər, Kür qırağında yaşayanlar bilərlər, hansı ki bura fanton deyirlər, buradan kəndlərə su vururlar.
Kürdən. Kürü də görürsüz. Orada balaca bir evi var qardaşın. Daha doğrusu burada işləyirlər, fəaliyyət göstərirlər. O ağacın altında da oturmağa yeri var. Bəs desən pələng bunlar qabaqda isə çılpaqlı görsənir. Hansı ki Şirvanın da qəbristanlığı o qismdə yerləşir, o tərəfdə yerləşir. Oradan belə düz gedəndə Salyan Astara yoluna gedib çıxırsan, Salyana çıxırsan. Çılpaqlı da Azərbaycan deyirəm, Şirvanın qəsəbəsidir. Qurban olaram Əli kameranı motosiklin önünə qoydum. İndi məni əyri görürsünüz, birazdan düzələcək. Ya Allah. Heç xotlamıram, üzü aşağı buraxacam. Üzü aşağı da xotlaya da bilərəm ha. Gözlə qardaşım gör nə varacaq. Ya Allah. Görürsünüz nə geçir evi var orada. Belə çevirin bizi gör. Birdən məni öldürüb eləyər. Valla qardaş yoxdur burada. Balaca bir qalmağı yeri var. Hətta deyir ki internetim də var. Keçən səfər gəlmişdik, orada oturmuşduq. Dedi internetim də var. Buradan heç nə, kəndə su vururlar. Kəndə su gedir kəndin kanallarına. Belə də bir yeri var oturmağa. Burada da ana kür. Mahnı var idi. Ana körüm, həmin kür budur. Çox gözəl. Ulan Milan olar bizi vurar ha burada. Qardaşım, axşama tərəf burada qətiyyən qala bilmirsən. Bax bir iki də ağcaqanad görürəm mən. Burada ağcaqanadlar şumon eləyir adamı. Baxır ki, Çujoy gəlib. Cum. Biz bu bölgədə, Aran bölgəsində ağcaqanadlara ad qoyuruq. Valla, öldürürsən ölmür, öldürürsən ölmür. Evcilləşdiririk. Bu arada Şirvanın mərkəzindəyəm. Buraları göstərəcəm, tələsmirəm. Uzun bir çəkişi olacaq. Maraqlı bir video çıxarmağa çalışıram. Amma anam burada mənə bir şeylər yazıb ki, al. Deməli, şampun qabı, ayaq altı rezin, çay qabı, ev bıçağı, yüzü toz, qab şampun. Evin tək uşaq olmaq çox pisdir. Tapşırıq verir ki, bunları al. Gənclər, bura deyirlər köhnə bazar tərəf. Hansı ki San Fransisko'da olduğu kimi bizdə də dəmir yolu var. Şəhərin içindən keçir. Onu göstərəcəm. Görüm qatarı tapsam, qatarı da göstərəcəm. Köhnə bazar da bu tərəfdədir. Yeni bazarda aparacam. Hansı ki istəyirəm bazara səhər gedən. Okey. Telefon qaldı. Telefon qaldı. Deməli. Buradan nə tapaq, nə alaq. Abi nətərsən? Salam. Tavarını yapmayın qardaşım. Sən varla yox. Canım var. Necəsən mənim qardaşım? Yaxşıyım. Sən ola, burada qardaşım. Abi bir iki şey lazımdır. Aha, Mən onları lazımdır. alacağım. Deməli qardaşım, nə lazımdır? Şampun qabı lazımdır. Aha, şampon qablarımız. Ayaqaltı rezin lazımdır. Var, qardaşım. Şampon qabları bax. Bu cür də var, belə də var. Abi belə götürün mən. Belə görsəməyənlər. Əla. Bundan götürün. Əla. Bu qırılandır. Yox, belə qismaldır, yaxşı maldır. Kalçukdur. Qəşəng maldır. Kalçukdur. Deməli qoyaq ora. Bu qalsın burada. Sonra gözəl qardaşım. Ayaqaltı rezin bana Ayaqaltı sənə bax, belə bir şey olar ya. Var, belə də var. Bu kir götürər. Bu yaxşı. Mənim fikrimcə elə bu yaxşı Belə olar. bu yaxşıdır abi, bunu götürək. Görünmür sən eləmirsən, harada olsan? Abi valla çəkiliş, ora get, bura get. Baxdın, Vyetnamda dedin sən. razı olsun. Gözəl idi, gözəl. Uşaqlar bu arada Şamxal köhnə repçilərdəndir. Şirvanda da ilklərdəndir. Elədir. Amma indi ailə, uşaq, biz neyisə abi. Elə. Deməli çay qabı lazımdır. Çay qabları. Çay qabı. Aha. Çay qabı. Çay qabı deməli. Hə, burada. Çay qabı. Bu tərəfdə. Ha. Bax, burada var. Çay qabıları. Bir də üstünə də yazılıb tea, sugar, kofe. belə Bunlar dəstə, tək satılmır. Dəstin qiyməti 19.50-dir. Qəşəng. Onda abi dəsti götürün mən. Problemdir. Kofe də tökərik Elə ona. bu qablar da olmalıdır. Bıçaq abi, ev bıçağı. Bıçaqlar cürbəcürdür, yox. Ev Hansı bıçağı. sözsən var? Valla mənim başım çıxmır, mama deyib. Ev bıçağı ver də. Yəni bıçağı. evdə qadınlar istifadə edir. İndi bunu apararıq, problemdir. Okey, qalsın götürərik. Bıçaqlarımızı seçək. Bax, belə də var. Bunu dəsti qutum aldı bu. Yox, bu balta. Bu böyükdür. Bu balta bu böyükdür. Adi bıçaqlar içində Abi evdə bu işləmir. nətərdir bir də bu. Bu çox böyükdür. Yox, yaxşıdır bu da. Bir də bu yaxşı Yaxşıdır, deyil, hə, bunu yaxşıdır. götürün. Bir də o şey,
Çay, kofe, şəkər. Bir də yuyucu toz lazımdır abi. Yuyucu tozla şampun. Böyrdə mağazamız var. Sırf yuyucu tozlardır orada. Hə. Şokolar deyil, qap şamponları deyil. Kimyəvi maddələr də. Gedək abi ona da baxaq. Gedək. Telefon qalsın da Bu burada. arada bu da mənim oğlumdur. Var sən izləyicim deyə. Allah saxlasın. Gedək. Deməli. İkinci mağazamız da buradadır. Burada ximikatlar. Ximikatda? Məişətə aidiyyəti yoxdur. Yəni sırf ximikat mallardır. Şamponlar, paraşoklar. Nə lazımdır burada nə tapa bilərsən də yəni. Abi mən maşın üçün yuyucu toz. Maşın üçün yuyucu toz. Bir də qap şampunu. Qap şamponlarımız var, belə də var. Hər cür var, belə yerli məhsullar da var. Bunlar maşın üçündür də, hə? Bəli. Hızlı çözüm. Bundan götür. Olar. Deməli, uşaqlarıma bir də haqq hesab edeyim, geri qayıdıram. Səhər saatlarında istədim sizi Şirvanın bazarına gətirəm. Bura elit ticarət mərkəzi deyirlər. Həyəti bazardır, içərisi isə geyim yeridir. İçərisini böyük ehtimal göstərmərəm, amma həyətini biraz göstərməyə çalışacağam. Kaskımı çıxardım, papağımı taxım, kepkamı, ondan sonra davam eləyək. Buranın hekayəsi nədir? Burada əvvəl quşlar var idi, indi yoxdur. Göyərçinlər var sadəcə. Kolonkaları görürsünüz orada. Burada konsert olurdu, bu sular işləyirdi. Çox əvvəldən bəhs edirəm yəni. Elitin içərisi də var, gördüyünüz bu elitdir. Elit ticarət mərkəzi. İndi bazarına gedəcəm. Banzarına. Hava biraz tutuqdur bugün, amma əlimdən gəldiyi qədər bir şeylər göstərməyə çalışacağım. Şirvanın Old Town'una aparacağım sizi. Polyakca Reynek deyirlər, səhv etmirəmsə. Bilirsiniz, bir ildə Polşada yaşamışam mən. Uzun sözün qısası göstərməyə çalışacağım. Buradan kəndlərə də şeylər gedir, avtobuslar gedir. Bu avtobuslar. Bəli, Pambıq kənd. Görürsünüz? Zavod. Bibilərimiz var burada. Bibi salam. Biraz bizim insanımız çəkincəndir. Cənub bölgəsində belə deyil. Əgər Lənkəran videolarıma baxmışsınızsa, orada belə çox belə möhtəşəm alınırdı. Buradakı insanlar, Aran bölgəsi insanlar belə çəkincən olur. Başa salam bilirəm ki, əlimdəki bazuka deyil, kameradır. Riskdir ya, indi hər şey ola bilər burada. Bir-iki dəfə çəkiş eləməyə çalışmışam, alınmayıb. İnsanlar deyib, bizi niyə çəkirsən? Haqlıdırlar, amma məqsədimiz pis deyil. Bu da bazarımız uşaqlar. Bizim qonşumuz da var, Mahirəm. Görək buradadır, burada deyil. Başdan sona böyük bir bazarımız var. İnsanlarla ünsiyyətə girməyə çalışacağım, amma inanmıram ki, belə alınsın da, maraqlı bir şey alınsın. Belə ucuzdan tutma göstərəcəm amma. Kıyafımız da var. Səhər saatları olduğuna görə bazarda çox adam var. Alça da var. Alça yeməkdən də ağzım büzüşüb. Əvvəllər bura yox idi, köhnə bazar var idi. Dünənləri getmişdim, evə bir şey aldım. Oralar köhnə bazar sayılırdı. Sonra bura tikildi, artıq hər şey buradadır. Bir dənə manco. Qardaşım, pomidor neçədir? 1 manata. 1 manata. Hara pomidordur? Sabraba. Sabraba. Allah bazarı versin. Çox sabra. Düz dedim də, Allah bazarı versin. Bəzən həyəcanlanıram, çəkirəm, deyirəm, Allah canını yeyərəm. Bu nə soğanlardır? Mən bazara nə vaxtı gəlmirəm. Əmin ətərsən? Sağ ol ay əmi. Allah razı olsun. Lazımdır. Niyə lazım? Bu kişi sənə Lazımdır. Çək. Baş üstə əmi. Başım orada. Nadirəm gözəl. Əsəbləş. Özü ürək. Reklam deyəmi? Vallahi cəmaət neçə min manat pul verir ki, reklam Bu eləsin. da bizim yerimizi yaxşı qardaşımın kanalına gir bax ki, mən günə gözəl şeylər çəkir. Baxma neçəyə demişik? Yox. Nadirəm həqiq ürəyimiz. Öpürəm Murat, yorulmayasın, sağ olasın. Tanıyan olur, tanımayanı belə aqressiv reaksiya verir. Bu çəkmə söhbətini heç anlamıram. Nə bilim, yəqin bir məntiqi var. Böyük ehtimal var. Burada kartoşka, soğan, uşaqlar. Qardaşım, kartoşkanın kilosu neçədir? Şuranın 90 qəpiyə də var, manata da var. 90 manata dəyişilir. Hara kartoşkasıdır? Bura Sabraba. Sabraba. Gədəbəy hələ çıxmayıb. Yoxdur. Hələ var sezonda. 2-3 ay var. Soğan arandı Sabrabat? Soğan yox, belə qan. Beyləqan. Sabrabat olmasa evimiz yıxılar, qurana.
Bazar olsun. Hə, burada əsasən kartoşka, soğan satırlar. Bazar qəşəngdir. Əlisti gəlib gəzmək yaxşı oldu. Vay, bu alça dadlı olur. Əmi bir də alçadan götürə bilərəm. Neçədir 10 kilosu? 3 manat. 3 manata. Hara alçasıdır? Göyçay? Göyçay yoxsa Göyçay? Göyçək. Göyçay. Naxçıvan tərəf, hə? Oradır. Böyütmə oradır. Dadlıdır. Əmə Allah razı olsun. Bərəkətli olsun əmizəm. Sağ ol, sağ ol, sağ ol. İnşallah bir də ağzınızı belə büzüşdürsünüz. Bibi yorum yersən, Bibi. Çok istəyirəm səmimi bir şeyler alınsın ama bizim insanlar biraz utangaç millet. Bibi yorum yersən. Mən sən başlığa dönərəm. Hindistan'daki vaxtlarım adıma gəldi. Gilas var. Bu gilas harandı? Həmi gilas harandı? Yeri gilasdır. Quban gilası məşhur idi, hə? Hə, çəkməyim. Çəkməyim. Baş. Havalar gah düzəlir, gah pozulur. Gah düzəlir, gah pozulur. Genel olarak uşaqlar, bazarımız budur. Gəlib burada hər şeyi tapa bilirsiniz. 7-dən 70'ə. Mənim ceyranım da buradadır. Bax problem. Problem. Qışqırırlar, bəri gəl, görək nə deyirlər. Necə? Mən uşağı yox ki, genel bazarı çəkirəm. Qız deyir ki, üzünə tutdu deyil beləsinə. Qız Yox, uşağını ağlayır bir yaxdan. Mən niyə çəkir? Birinci salam, hər vaxtınızda. Mən düşman deyiləm. Bir dəqiqə. Bilirəm. Bir sakit ol. Deyir ki, sifətimi çək. Hanı qızınız? Öyle kesin olsun. Babam bu uşaq. Mən heç onu görməmişəm. İndi mən bunları paylaşacağam. İndi baxacağıq ki, orada qız var, yox. Sən Allah paylaşma ki. Bəs sən Allahına qurban olum. Niyə qışqırırsın? Bax, mən Azərbaycanlıyam. Məndən niyə qorxursan? Məndən xahiş edirsən ki, sən. Mən istəmirəm, mənim nəvəmdir. Mənim şəkli bu kağızlarda paylaşsın. Baş üstədə, mən niyə qışqırırsan? Sən maşını burada saxlamısan. Mən sənə gəlib qışqıraraq deyərəm ki, saxlama. Deyərəm mənə xoşdur. Burada saxlamasa nə olar? İndi mən bunu paylaşacağam. Sizin evdəki uşaqlarınız deyəcək ki, ayda pələnglə qarşılaşmısınız. Niyə elə eləmisiniz? Yox, mən Mən 20-dən çox ölkədə olmuşam. Azərbaycan hamısını gəzmişəm. Bilmirsiniz özünüz. Biz nə eləmişik? Niyə belə reaksiya verirsiniz? 9-da oxuyur uşaq. Belə reaksiya verməyək. Çəkmə deyirsən başım üstünə. Amma belə reaksiya verməyək. Allah şu yalan deyilsə, elə şey mənim uşağım. Özü gəlib yerik, biz gün. Mən də sənə görə uşağam da. Uşaqla belə danışmaq olar. Olmaz axı. Ağsaqqalsan, başına dönərəm sən. Gəl bir belə selfie çəkdirək. Mehribançılıq deyəsən. Gəl bir səni də öpüm. Sağ olasan. Hadi iyi deyəsən qardaşım. Nəbzini tutmuşam bizim millətin. Bizim millət biraz çətindir, amma nə bilim, nəysə. Bilirdim belə bir şey yaşanacaq, çünki 2-3 dəfə çəkiliş eləməyə çalışmışam. Tam olaraq burada. Hamısında da problem yaşanıbdı. İnşallah yaşanmaz bundan sonra da. Niyyətimiz pis deyil. Kimisə niyə çəkim mən? Bir nəfəri gizlin çəkmək istəsən, gizlin çəkərsən. Mənim əlimdə bu boyda kamera var. Elitin içərisi. Birinci mərtəbəsində bu cür ürünlər satırlar. Üst mərtəbəsində isə sadəcə geyimlərdir. Həm qadın, həm kişi. Buradan mənə maraqlı olan tərəfə gedim. Tutma satırlar, pendir satırlar. Ağzım sulandı. Şorun qoxusu vurdu. Beləcə də burada qadınlar var. Bunlar da deməsin bizi çək. Yumurta var. Salam aleyküm. Yorulmayasınız. Avand olsun. Allah razı olsun. Siz yaxşı olun. Allah razı olsun. Bir gəzirəm. Çəkirəm. Mən səyyaham. Maşallah günün olsun. Mən Azərbaycanın mədəniyyətini, yerlərini, bazarlarını, abidələrini, Allah sizinkiləri də saxlasın. Bizi bizimkilər baxacaq. Maşallah gününüz. Şor, pendir. Vay vay vay. Burada əsasən belə şeylər satır uşaqlar. Haycan? Deyirəm, onlar çək. Baş üstə.
düşərlər, yaxşı, qaycaq, xalqa xidmət edirlər, görsən bu yaşda. Yorulmayasınız. Allah urzunuzu yetirsin. Yo, yaxşı yerdə paylaşacağım sizi. Sağ olun. Uşaqlar, burada belədir. Bu birisi tərəfdən çıxanda artıq şəhərin mərkəzi tərəfinə çıxmış sayılırsınız. Oraları göstərəcəm, narahat olmayın. Baxın, tutmalar, turşular, göyərtilər. Bura biraz zəifçilikdir. Bir balaca zəifçilikdir. Çöldə daha çox şey var. İnkişaf var. Tutmalar var, pomidorlar var. Canlığın sağlığın bibican. Gəzirəm, baxıram. Baş üstə, baş üstə. Şeş-beşlər var. Hər şey var burada. Gəlib hər şey tapa bilirsiniz. Şirvanın ürəyi buradır, uşaqlar. Normalda burada satılmalıdır hər şey, amma insanlar çöldə satır. Çünki müştərilər çölə gəlir. Belə, buraları göstərdiyimə görə yavaş-yavaş çıxaq çölə. Sizi Old Town'umuza aparacağam. Köhnə Şirvana. Salam aleyküm. Necəsən bibican? Yaxşısınız? Yorulmayasınız? Salam aleyküm. Bazar olsun. Baxırsınız, Allah razı olsun. Sağ olun. Hindistandan sonra bura çəkmə. Adınız nə idi? Adım Rafiq. Rafiq. Kimin nə ehtiyacı olsa gəlir Rafiq əmidən alar buradan. Sağ olun. Yorulmayasınız. Sən Allah'a gedəndə orada nə yeyirsən, tapdağı yemək bir şey Sağ olun. tapacaq Hindistandan Vallahi Allah verəndən. Allah bərəkət versin. Sağ olun, sağ olun. Pələk. Mən buralıyam deyə qardaşım. Görüşərik inşallah. Sağ olun. Sağ olun. Allah razı olsun. Uşaqlar, təsəvvür edin ki, məni tanımadıqları vaxtlarda mən bu yollardan keçmişəm. Əsasən göstərmirdim, istəmirdim ki, insanlar aqressiv tərəflərimizi görsün. Hər getdiyim yerdə və ya avtostopda fərqli reaksiyalarla qarşılaşırdım. İndi heç olmasa aralarından tanıyan çıxır. Bilir ki, biz safe bir şeylər çəkirik, problemli bir şeylər çəkmirik. Ona görə deyirəm, bu yola başlayanda çox əziyyət çəkmişəm. Salyan videoma bilmirəm, baxmışsınız ya yox. Orada da biraz aqressivlik yaşamışdıq. Amma insanlardılar. Bir gün belə ola bilərlər. Sağ tərəfindən, sol tərəfindən qalxmaq kimi. Nəysə, mən gedirəm balamın yanına, bebeğimin yanına, motosiklıma minim, Old Town'a gedəcəm. Uşaqlar, gəlmişəm köhnə şəhərə. Burada bir məscid var, istəyirəm onu göstərəm sizə. Yadınıza gəlir, Səlyanda göstərmişdim sizə. Orada bir tarixi məscid var idi. Eyni şəkildə burada da var. Məscidin girişi belədir. Biz dəmir yolunun qırağındayıq. Qarşı tərəfdə isə kür var. Dünənləri mən sizə kürə aparmışdım. Dünənləri dediyim, yəni bundan öncəki kadrlarda kürü görmüsünüz. Yenə göstərəcəm. İkinci körpü demişdim, onu da göstərəcəm. Belə. İndi içəri girəcəm. İçəridə bir çəkiliş eləyəcəm. Bir nəfər də olsa tarixi haqqında məlumatlar alacağım. Məscid təmir olunub, yəqin ilk qapısı budur. İlk giriş qapısı. Məndə olan məlumatlara görə 19-cu əsrə aiddir bu məscid. Şirvan ilk öncə buradan qurulub, yəni Əlbayramlı. Şirvan haqqında məlumatlar verəcəm, adı hardan gəlir, onu da məlumatını verəcəm. İndi biraz göstərirəm, dayanın, bir stəkan su içəndə, çay içəndə deyəcəm sizə. Stəkan yox, bardaq. Bir salam. Məscidin içinə girmək istəyirdim. Deməli. Hansı tərəfdən girim bebican? Bəli. Necəsiz? Mən özüm səyyaham, gəzirəm. Ora məscidin ilk qapısı da, o ağ olan yer. İlk qapısı. İlk qapısı yeri artırılıb da bəli. Hə. Biraz qabaqdan düzəl. Rəhbərliyə deməliyik ki, biz bunu çəkmişiksə, rəhbərliyə gəlir. Yox, məsciddir, məscidimizi çəkirik, amma yenə də biz məlumat vermişik. Vermişsiniz? Bəli. Bibican, məscidi çəkmək üçün hər hansı bir rəhbərliyə demək lazımdır. Özü də olmalı. Bura bizim Allahımızın evidir. Qurban olaram sənə.
Buradan girək bircə. Gəlməyirlər, gəlib məlumat verərlərdə nələr danışmalıdır. Böyle bir girişi var. Hələ də təmir gedir deyəsən. Aslı örtün. Ay maşallah. Vay vay vay. Uşaqlar bildiyiniz köhnə bir məsciddir, yəni tarixi bir məsciddir. İçəridə kameralar da var, görürsünüz. 19-cu əsrə aiddir. Mən belə bir məlumat oxudum Wikipediyadan. Təbii ki də təmirat görübdür, hələ də davam edir deyəsən. Bu günbəzidir. Günbəzidir hə bebecan bu. Günbəzi. Burada da belə bir yer var. İnşallah qəşəng düzəldərlər. Bu səhv etmirəmsə UNESCO-nun mirasına giribdir. Elə bir bilgi var məndə. Səhv də bilə bilərəm, papağımı çıxardım. Yadımdan çıxdı, papağımı çıxardım. Belə bir məsciddir. İstədim gətirəm, sizə göstərəm. Şirvan tarixi bir yer olmasa da, yenə də hər hansı bir tarixi izlər tapa bilirik. Adınız nədir bu? Şahpələng. Adı belə deyil. Adım Şahpələng. Biraz qəribədir amma. Eyb yox, deyərəm gələndə də deyərəm uşaq kamera çəkdi. İndi namaza gələcəklər. Problem deyil bibi. Hə? Problem deyil. Nerede olmasa məlumatı olsun rəhbərliyin. Məsciddir də, bizim məsciddir. Allahın evidir. Bilirəm. Orada biraz abidədir. Ona görə bilirəm də sizi görsən qoydum. Allah sizdən razı olsun. Cürbəcür adamlar var, hələ bir cür. Düzdür, pis niyyətlə də bəlkə çəkmək istəyən adamlar var. İndi köhnə şəhərin ən mərkəzi yerindəyəm. Hansı ki, bura İsmət Qayıbov parkı da deyirlər. Burada Nərman Nərmanovun da heykəli var. Bura çox məşhur yerdir. Bağ da deyirdilər o vaxtı, nə bilim, park da deyirdilər. Yenilənibdir. Göstərəcəm. Nə tərsən? Xoş gördük. Nə var, nə yox. Yaxşısan, salamaçılıqdır. Əhməd burada qalır, dediyim kimi, amma bəzi şeylər axtarır, onun heç buralar belə bilmir, haradadır. Çox tarixi qədim olduğu üçün məlumatımız yoxdur, bizim zəifçiliyimizdir. 1901-ci ildə tikilib səhv eləmirəmsə həmin binalar, onu axtarırıq indi. Görək nə edəcək? İnşallah taparıq. Taparıq. Buranı göstərdim. Bura ən mərkəzi yeridir demək olar ki. Qabağı gedəndə artıq təzə şəhərə keçsiniz. Burada ağsaqqallar var. Onlardan soruşaqmı? Olar. Soruşa bilərik. Ola bilər desinlər bizi çəkmə, amma Hər şey. çalışacağıq ki, mehribançılıq olsun. Salam əleykum. Salam əleykum. Əmcan necəsiz? Ay salam əleykum. Ay salam əleykum. Salam əleykum. Allah razı olsun. Burada 1901-ci ildə tikilən binalar var deyir. Yaşayış binaları. Yaşayış binası 2 mərtəbəli. 2 mərtəbələrdir deyəsən. Onlar var. Qabaqda sağda bir dənə var. Qabaqda 1901-də. Köhnə poçtun binaları. 64 qabaq. Poçtun binası. Təsərrüfat binası falan olar. Bax onlar çoxdan Bax bir də bu bir bina deyil. Burada köhnədir deyəsən, hə? Bu maral. Ən azı 60 ilin maralıdır burada. 60-65-ində. Sonra Kərimov qoydu. aralıqda bir dənə də zavod kimi olub o vaxt tikilər. Amma yaşayış binası dedilər bizə. Yaşayış Yaşayış binası. Qabaqdadır. Kasbar nə? Yox, Kasbar çoxdan. 100 yaşı olan. Güdəydi. O binanın 100 yaşı. Bu tərəfdə. Onda gedək baxaq ona. Təşəkkür edirəm. Burada bir də keçəndə Hə. geçər. Bu yolun axırında çox ağanlıyım var ya altında. Hə. Biri oldu o Oldu. vaxt tikilib. Bir də də üzvana getsək 2 mərtəbə binadır görürük. Ay sağ ol. Çox sağ ol. Allah razı olsun. Sağ ol. Parka gətirəcəm. Parkın girişi buradadır. Kürdə bunun o birisi tərəfindədir. Parkı da təzə yeniliyiblər bildiyim qədərilə. Əsaslı təmirlər oldu. Belə. İnşallah girib baxarıq. Sonradan uşaqlar yavaş-yavaş qurula-qurula şəhərə o birisi tərəfə aparıblar. Hansı ki çəkdiyim yerlər var idi ya. 70-ci illərdə, 80-ci illərdə, yəni boşluq bir ərazi idi. Sonradan dolmağa başlayıb yeni şəhərciklərdə qururlar. Midanın binaları tikilir. Ondan arxa tərəfdə məcburi köçkünlərin yerləşim yeri var. Onu da göstərəcəm. Uzun bir video olacaq. 2-3 dəfə demişəm. Çayınızı, kofenizi götürürsünüz, izləyirsiniz. Yəqin ki bunu deyir, hə? Hə, bu bina olmalıdır. Hə, bu. Hə, bax uşaqlar, bu binadır. O parkın içindən daha aydın görünür. Hələn.
Oradan da baxa bilərik, Hə, problem pardon, deyil. belə. 1901. Götürə bilərsən belə. Tam Kürün qırağındayıq. Buradan belə göstərim sizə. Deməli, bir çox adam bəlkə də bilmir ki, Şirvanda belə bir bina var. Təmir olunub, əsaslı təmir gedibdir. Hansı ki, park buradır. Biz qarşıdan geçsək abi, bir də buradan elə geçsək, oradan rahat olar. Daha aydın görünür. Həmin binanın bu birisi rakustan görünüşü. Böyük ehtimal üst hissəsi dəyişilibdir. Belə bir binadır. Nəysə, buranı da göstərdik. Bundan bir neçə bina var. Hansı ki, təsərrüfat binası idi, səhv etmirəmsə. Aha, təsərrüfat binaları. Hə, bir neçə belə yaşayış binaları Əvvəllər var olub, idi. indi sadəcə yaşayış binası da belə deyə, əvvəllər təsərrüfat binası olub. Qəşəngdir. Buralar yaman günlərdir uşaqlar. Gördüyünüz kimi dəyişiblər. Belə qəşəng ot, çimən, vurublar yerə. Orada bir kafe var. İndi qəşəng düzəldiblər buranı. Gənclərimiz də gəlir, istirahət edir, əylənirlər. Gəl belə gedək abi, narahat eləməyin. Məncə rahat çəkiliş edə bilmirəm. Qəşəngdir. Buralar yaman gündə idi dediyim kimi. Sərgəli düzəldiblər. İstəyəndə olur. İstəyəndə yarada bilir. Gör nə qədər adam var, nə qədər gənc var, əylənirlər. Qarşı tərəfdə Kürün üstüdür, Kürün üstü sayılır. Ora gedəcək. Buranın köhnə şəkillərini bilmirəm, tapa bilərəm ya yox, tapsam qoyacam buraları bir yerə. Çox pis idi. Sağ olsunlar, dəyişiblər, düzəldiblər. Artıq köhnə şəhər insanı təzə şəhərə, yəni Şirvana gəlmir, elə burada vaxtını keçirdir. Asudə vaxtını, artıq ASTV kimi danışıram. Burada da belə bir mini konsert yeri var. Buradan da kürə çıxır artıq. Bu restoranın da tarixi çox. Burada çoxdan var ha. Əsasən qışda fəaliyyət göstərmir, yayda fəaliyyət göstərir. Burada belə bir yerdir. Kür yaman qalxıb. Hələ yatdı be biraz Əhməd. Hə, yağışlardan sonra belə oldu. Altına qədər qalxıb. Amma buradan girək istəyirsən, bizim köhnə körpümüz özü idi. Mən demişəm videoda, qırmızı körpü var idi uşaqlar, almanların tikdiyi. Çox əla körpü idi. Əsrlərinin tikdiyi. Əsrlərinin, hə. Çox qəşəngdir. İndi söküblər, 2 dənə körpü tikiblər. Biri gedişdi, biri gəlişdi. Piyada da var deyəsən. Piyada da icazə yoxdur piyada. Piyada yoxdur? Yox, icazə yoxdur. Mən görmüşəm axı gedirlər. Elə indi bilmirəm necəsə keçirlər, amma icazə yoxdur qanunla. Elə bilirəm mən. Bu da bizim kürümüz. Uşaqlar, normalda qayıqları olurdu. Ön hissədən minirdin qayığa, keçirdin qarşı tərəfə. Qarşı tərəf hansısa kənd sayılır deyəsən. Qarşı tərəf kənd sayılır, deməli. Bilənlər yoruma yazar. Hə, yazarsınız. Görsən onu da bilirik. Biz göstəririk. Bayramlı qəsəbəsi. Bayramlı qəsəbəsi. Ha, sağ ol. Mən də bilmiş kimi davranıram. Aa, odur. Belə uşaqlar, axşamlar körpüdə işıqlar yanmalıdır. Çox gözəl görsənir. Bir tək buranın problemi ağcaqanaddır. Görürsünüz uşaqlar necə batıbdır. Axşamlar gəlib otururduq biz burada. Amma artıq batıb. Lilli su elib. Bu palçığı. Lilli su axır. Kür qırağında yaşayan kənd uşaqları bilər ki, lilli su nədir. Buradan katerlər qabaq gedirdi. Bilmirəm, qabaqda görmüşsünüz lötkə. 50 qəpik idi, 20 qəpik idi, 30 qəpik idi, dəyişirdi. O da devalvasiya olurdu. Amma indi buradan mış ölüsü iyi gəlir. Nəsə ölü belə 100% burada. Bu batıb. Yəqin düzəldərlər, yəqin təmir eləyərlər. Maraqlı bir yerlərdir. Bayramlı qəsəbəsinə insanlar əziyyət çəkir. İndi fərqli tərəfdən fırlanıb gedirlər, dolanıb gedirlər. Kür bura qədər qalxmışdı uşaqlar. Görürsünüz, hələ də biraz nəmişlik qalıbdı. Biz abi gəldik. Bax, bura suydu, bax. Buralar. Buralar suydu bütün. Bura qədər qalxmışdı. Hə, izləri qalır. Beləcə də biz bir çay vuraq. Bu birisi tərəfdə göstərək. Burada yürüyüş yeridir. Buranı da tez göstərək. Burada belə bir bulvardır. Bizim bulvarımız. Bəli. Heç yoxdan ki yaxşıdır. Əlbəttə. Məsələn, Salyanda belə bir yer yoxdur bildiyim qədərilə. Məncə də yox. Belə bir yer yoxdur. Mingəçevirdə var. Pro versiyası var. Mingəçevirdəki özüdür. Uşaqlar, kafedən mənzərəmiz budur. Nə olsun, İstanbulun bir boğazı var, Boğaziçi körpüsü var. Bizim də bu cürdə körpümüz var. Özdə 2 dənədir, 1 dənə də deyil. Məkanda budur, insanlar qəşəngcə oturublar, istirahətləri verirlər.
Gəlsəz mütləq Şirvanın bu hissəsinə keçin. Köhnə şəhər desəz, Kürün üstü desəz, hər kəs deyəcək. Ana Kür gedir buranın adı deyəsən. Ana Kürüm. Biz qalxaq yavaş-yavaş. Şirvanda pizza var. Pizza yeməyə aparıram sizi. Deməli. Kaskı qoyacam Əhmədin maşınına. Burada pizza yeyəcəyik. Gəzdirəcəm. Şəhərin mərkəzinə gedəcəm. İlk öncə qıraqları çəkirəm. Sonra da şəhərin mərkəzinə gəzəcəm və şəhər haqqında məlumatlar verəcəm. Uşaqlar, Şirvan elə bir küçədən ibarətdir. Belə desək, ən ana küçə buradır, yəni mərkəzi küçə. Bu küçədən gedəndə necə? Siz kölgə ataram üstünüzə. Narahat olun, görsənməyəsiz. Heç nə uşaqlar, buranın adı Pizza Time'dır. Biz gəlirik həmişə, burada otururuq. Şirvanda açılan ilk pizzaçıdır. Bəli. Yiyələri də bizim dostumuzdur, Faridlə Anar. Okey. Girək bir pizza yiyək. Salam aleyküm. Abi necəsən? Sabahçılıqdır. Allah razı olsun. Qardaşım bizə nə versin, nə yeyək? Həmişəkindən vereyim qardaş. Hə, olar. Olar burada, zəhmət olmasa. Bir dənə də menyu da verərdiniz bizə. Çox sağ olun. Deməli, mən həmişə abi qarışıq yeyirəm. Səni bilmirəm. Sən nə sevirsənsə de bizə. Abi belə bir salatımız gəldi. Xoş gördük. Əlvə sağlıq usta. Çox sağ olun, minnətdaram. Şirvanda İtalyanski pizza. Əlvə sağlıq. Çox sağ ol. Necə görsən qardaşım? Gözəl görürsən. Məncə özüdür. Biz bunu vuraq geçsin. Pizzadan sonra istədim ki, Şirvanımızın inkişaf edən tərəfini göstərəm. Hansı ki, burada Midanın binaları tikilir, gənclər. Arxa tərəfində isə məcburi köçkünlərin yaşayış şəhəri var. Orada apararam, oranı da göstərərəm, amma Midanın binalarını da göstərmək istədim. Hansı ki, inkişafdır. Yavaş-yavaş şəhərimiz böyüyür, üzü bu tərəfə doğru elə inkişaf eləyər. Buralarda da bir bina zad tikilsə, onlar əla. Şəhərimizin kənd evləri deyilən hissəsi bu tərəfdir. Qarşı tərəfi isə Patistansi sayılır. Patistansi deyəmədim. Qarşı tərəf də Şirvanın ərazisidir və o tərəfə getdiyiniz zaman artıq qəsəbələri sayılır. Hansı ki, biri də Çılpaqlıdır. Şəhərimizi belə düşünək, uşaqlar. Bu birisi tərəflər Bakı tərəfə düşür, Hacıqabul tərəfə düşür daha doğrusu. Şəhərimizin ortası binalardır, ətrafında isə kənd evləri var. İnkişafda olan şəhərdə inşallah bir universitetin korpusunu və ya bir universitetin filialını verərlər bizə. Bu arada videonu da bəyənməyi unutmayın ha. TV-dən izləyirsiniz, bilirəm. Bu da şəhərciyimiz. Bir axları uzaqlardaydıq. O Midanın ətrafındaydıq daha doğrusu. Bunun isə içində öz məktəbi var, bağçası var, marketi var. Burada da bizim yaşıl dağlarımız var, meşələrimiz var. Hansı ki, meşələrimizə aparacam sizi. Belə qəribə bir ağaclarımız var, bitki örtüyümüz var. Zarafatsız deyirəm, yəni Şirvan olmağına baxmayaraq bundan öncəki kadrlarda gördünüz. Kürün qırağında nə gözəl yerlərə getdim. Uzun sözün qısası, kənd evləri bu cürlə davam eləyir. Yəni bu binaların arxasında da həyət evləri var. Biz burada kənd evləri deyirik. Həyət evləri deyən də var. Bəlkə də sadəcə mən deyirəm. Bu dıpbılı da məni çox incidir. Söndürürəm, xoddanmır. İtəliyirəm, elə xodduyuram. Belə. Gedirəm. İstədim bu şəhərciyi sizə göstərəm. Xanımlar və bəylər, birazdan bu yolu bağlayacağıq və gənclərimizlə, yəni Şirvanın gəncləri ilə buradan yürüyüş eləyəcəyik. Nə üçün eləyəcəyik? Gənclərin şərəfini eləyəcəyik. Çünki Şirvanı qıraqda illegal maddələrlə tanıyırlar, təəssüf ki. Bu zihniyyəti qırmaq üçün, gənclərimizin əslində necə potensiallı olduğunu göstərmək üçün onlar məni tək qoymayacaqlar. Bir yerdə buradan maraqlı bir yürüyüş eləyəcəyik. Şirvanın da dron çəkilişini görəcəksiniz. Şirivan buradayım. Şirivan buradayım. Tek yok belli değil. Adımız tarihtir, ruhumuz sensin. Bu torpağın oğuyam, Şirvanda açdım göz. Küçələr daş deyil, nəfəsli ruhdu söz. Qardaşlıqla böyüdük, alın tər əlimizdə. Şirvanlıyam, tarix var adımın içində. Hər addım bir izdi, torpaqdan gəlir gücümü. Əl-ələ verəndə hiss edirəm gücümü. Küçələrdə qardaşlıq günəş altında. Bir yumruq kimi, dağ kimi arxada. Şirvan ruhu axır damarımda. Səslənir adımız Azərbaycanda. Hər daşda hekayə, hər nəfəsdə həyat. Şirvanlıyıq, bir ürək, bir nəfəs. Şirvanlıyıq, şəkilli də təmkini. Şirvanlıyıq, tarix yazar
Uşaqlar, yeni bir gündən salam. Artıq Şirvanın mərkəzini gəzdiririk. Hal-hazırda mənə görə Şirvanın ən mərkəzi nöqtəsindəyik. Bura haradır desəz göstərim sizə. Deməli, Heydər Əliyev meydanı qarşımızdadır. Ora aparıb gəzdirəcəm sizi. Bu yol indi park olubdur. Köhnələr bilər. Bura əslində maşın yoluydu. Maşınlar gedirdi buradan, dəmir yoluna birləşirdi. Hansı ki deyirdim ha, San Fransiskoda şəhərin mərkəzindən dəmir yolu keçir. Bizdə də var, göstərəcəm təbii ki də. Bizim nəyimiz əksikdir San Fransiskoda. Şirvanın ən mərkəz yeri buradır uşaqlar. İnsanlar burada əsasən asudə vaxtlarını keçirdirlər. Dəmir yolunun o tərəfində isə Füzuli parkı var. Onu da göstərəcəm. Belə. Səhər saatlarıdır. İstədim ki, Şirvanın ən mərkəzi yerlərindən birini göstərəm. Heydər Əliyev meydanının yanında da icra hakimiyyəti var. Təbii ki də onu da göstərəcəm. Hə, onu demək lazımdır ki, bu gördüyünüz yerlərdə əsasən mağazalar var. Mən həmişə təklif eləmişəm ki, ay qardaş, buranı bir kafe yeri eləyin, bir restoran eləyin, bir kafe eləyin. İnsanlar vaxtını keçirsinlər. Amma əsasən paltar yerləridir, geyim yerləridir, ayaqqabı yerləridir. Yəqin ki, insanların tələbatı onadır. Bu nədir bəs? Burada naməlum bir cisim var. Suyumuz biraz sarı rəngdir. Birinci göy olur, sonra yaşıl olur, sonra da saralır. Əsas odur ki, var. Əsas odur ki, belə bir fəvvarə meydanımız var. Orada da eyni şəkildə 2 dənə fəvvarə var. Biri də burada da, o birisi də orada. Bizdə bir-iki yer var ki, insanlar əsasən orada xəbərləşib görüşürlər. Yadınıza gəlirsə, Mingəçevirdə postun önüydü. Bizdə də heykəlin qabağı deyirlər əsasən. Burada da icra hakimiyyəti var, gənclər. İcra hakimiyyəti buradır. Tam arxasında isə kollec var. Mən hər zaman eşitmişəm ki, Şirvanda bu kollecin bir zaman universitet olacağına inanır biz Şirvanlılar. İnşallah olar. Buradan da dövlət rəhbərlərindən xahiş eləyək ki, Şirvana bir universitetin bir qolu gəlsə, çox yaxşı olar. Havalar get-gedə isinir, ona görə də artıq gün orta saatlarında, səhər ondan sonra Şirvanda çöldə gəzmək biraz çətin məsələdir. Elə bil Afrikada safari turuna çıxmışsan. Burada Dədə Qorqud parkıdır. Hansı ki, Heydər Əliyev meydanından düz gəlirsiniz, Dədə Qorqud parkına çıxırsınız. Bu abidə də köhnə bir abidədir. Uşaqlığımdan bəri mən bunu görürəm. Azı qoyulubdur bura 70-ci illərdə, 80-ci illərdə böyük ehtimal. Dədə Qorqud 1300-cü il yazılıbdır. Ora Qazaxan yazılıbdır. Uşaq vaxtı çıxırdım oraya, indi çıxmıram. Çox adamın burada şəkli var. Yəni bir Şirvanlısansa, daha doğrusu Əli Bayramlılısansa burada şəklin olmalıdır. Ətrafda da belə buna bənzər maraqlı dizaynda oturacaqlar var. Daha doğrusu var imiş. Qırılıbdır. Ebyo, bu fəaliyyətlər düzələcək. Orada da bax bir oturacaq var. Məsələn, o salamatdır. Çox balacadır. Mən ondan xoşuma gəlir. Belə bir daşdan oturacaqdır. Görürsünüzmü? Oturdum burada qəşəkcənə. Qarşıda da uşaqlar əjdaha var. Əjdaha hansı ki kafedir. O da Şirvanlı çox bilinən bir yerdir. İndi də fəaliyyət göstərir deyəsən. Həyətində əjdaha var. Görsənirmi? Buradan görsənməz. Daha doğrusu kameradan görsənmir də. Mən gözlə görürəm. Keçim göstərim onu. Burada bizim maşın qışlamasın. Ya Allah. Keçək buradan. Həmin əjdahada budur uşaqlar. Bu da çox köhnə bir yerdir, çox məşhur bir yerdir. Düzdür, təmirat görübdür. Amma bu əcdaha heç vaxt dəyişilməyibdir. Görürsünüz, belə bir şeydir. Əcdaha. Şirvanın simvolik yerlərindən biridir. Bilmirəm nə göstərəm, amma əlimdən gəldiyi qədər bir şeylər göstərməyə çalışıram. Gəlin sizə Şirvan haqqında qısa məlumatlar vereyim. Şirvanın əhalisinin %98%-i Azərbaycan türkləridir. Yerdə qalan 2%-də isə Ukraynalılar var, Ruslar var və Tatarlar var. Bilmirəm bu bilgini bilirdiniz ya yox. Qardaşınız verdi. Bilgidir. Götürün, nə edirsinizsə eləyin. Uzun sözün qısası. 4 yoldayam. Bir də köhnələr bilər. Burada asudə var idi. Hansı ki restoran idi. O birisi tərəfi çayçı idi, səhv etmirəmsə, asudən girirdim, o birisi tərəfinə düşürdü. Uşaq idim, yəni uşaq olanda yadıma gəlir. Mən də həmişə bir ideya kimi iləri sürmüşəm ki, baxın, bu yer asudə idi və həmişə demişəm ki, bura mol olsa çox gözəl olar, Şirvan mol. Çünki çox müsait bir yerdədir.
Həmin 4 yolda buradır uşaqlar. Əslində Şirvan çox böyük bir yer deyil. Mənim bir yaxınım var, qayıtdı dedi ki, "Bu Şirvan çəkişi nə oldu?" Dedim ki, "Davam eləyir də." Dedi 40 kvadratlıq yerdir. Niyə çəkib qutara bilmirsən? Zarafat bir tərəfə çox da böyük bir yer deyil, balaca bir yerdir. Uzun sözün qısası, Şirvanın əhalisi haqqında məlumat verdim. Gəlin sizə Şirvanın adı haqqında da məlumat verim. Şirvanın adı ilk öncə Zubovka olub, sonradan Əli Bayramlı olub, sonradan Şirvan olubdu. Zubovka adı isə 1938-ci ilə qədər olub. Bəs desəz Zubovka kimdir? Bəs desəz Zubovka kimdir? Salam verdilər. Rus generalı olub, səhv etmirəmsə, Kürqurağı qurulubdu bura. Köhnə şəhərə aparmışdım sizi Old Town-a. Old Town-da da bu arada bu maşını göstərim sizə, Moskvits. Moskvits deyirlər də, səhv etmirəmsə. Ah, istidir. Çox. Hə, buranın adı Zubovka olubdu. Həmin generalın şərəfinə verilibdi. Sonra 1938-ci ildə isə Əli Bayramovun ya da Əli Bayramlının şərəfinə bura Əli Bayramlı deyiblər. Əli Bayramlı kim olub? Hansı ki Sovet Birliyinin Azərbaycanda qurulmasında fəal iştirak eləyibdi. O keçmişə görə bəlkə də yaxşı insan olub. Bu günə nəzərən biraz, yəni Azərbaycanın müstəqilliyinə qarşı çıxan bir şəxs olubdu və Sovetlər Birliyinin qurulmağında dəhşətli dərəcəsində fəal iştirak edib. 2008-ci ildə isə buranın adı Şirvan olaraq dəyişdirilibdi. Günümüzə qədər gəlir. Haranı göstərim başqa? Aparım şəlaləni göstərim sizə. Burada da çox adamın şəkli var. Ora çıxanda, ora çıxanda, ora çıxanda. Burada da şəkil çəkdirirlər. Orada da, orada da. Çünki gənclərin əsasən enerjisini atacağı yerlər çox azdır Şirvanda. Yoxdur hətta. Tək Şirvanda da belə deyil. Digər rayonlarda, şəhərlərdə də elədir. Ona görə də insanlar fərqli-fərqli davranışlar edir. Qınamalıyıqmı? Məncə qınamamalıyıq. Bunun düzəlməsi üçün bir şeylər eləməliyik. Burada da simvolik bir çayçı var. Tam parkın ortasındadır, gediş yolunun üstündə. Axşamlar əsasən insanlar oturur. Günortalar çox gün vurur bura, kölgəli olmur. Axşam dolu olur, çox adam olur. Burada gəlmişkən istəyirəm gedən bir şapkalara baxın. Burada Klimmer var, mağaza. Şirvandan özümə paltar alanda əsasən buradan alıram. Şirvanın da mərkəzində də çox uzaqda deyil. Deməli, çox uzaqda deyil deyəndə ki, tam mərkəzdir də. Bu küçədə biz çəkdik, o videonu bayaqları izlədiniz, yürüyüş videosunu. Həmin yerdə buradır. 4 yol isə bu tərəf idi, bayaq oradan gəldim. Belə, girək içəri, görək nələri var Rəşad qardaşım. Ya Allah. Vay vay vay. Abi necəsən, nə var, nə yox? Salam aleyküm. Salamatçılıqdır. Abi dedim, bir iki dənə şapka götürün. Hə, bax, şapkalarımız buradadır. Buradadır. Qiymətlər nədir abi bunları? Qiymətlər 8 manat, 10 manat, 12 manat. Hər qiymətə var, hə. Bir də ona baxardım, o yuxarıdakına. Malısını. Bir dəqiqə uşaqlar, şapkanı taxın baxaq. Şapka yox, kepka, səhv dedim. Burada şey var, məsələn, onu çıxarsaq qəşəng olar. Bunu götürərəm, qəşəngdir. Biraz tər bildirir bu, axşamlar taxaram. Buna uyğun kamp paltarım da var. Sözün açığı, mən bu tip ayaqqabılar geymirəm uşaqlar. Burada mokasinlər də var. Amma mənim geyindiyim stillər əsasən belədir. Bunlar neçədir abi? Burada yazılıb deyəsən. 48 manat, 32 manat. Pis deyil. Onun göy rəngi də var. Göy də var, ha? Buna ən yaxşısı Elcahanlıqda gəlib baxaram. Belə. Vay, nə qədər şey varmış ya. Futbolkular, satlar da var. Bunlara da baxmaq olar. Cins şalvarlarımız da var. Orada o tərəfdə qəşəng cinslər gəlir. Ona da baxmaq olar. Ucundan baxım ona. Düşdüyümə köynə hələ mənlik deyil. Hələ yaşım o deyil. İlərdə. Şalvarlar hansıdır? Bunlar parçada, həmçinin şalvarlar da burada. Siz elə bilirdiniz, bir dənə qatar San Francisco'da var, Şirvanda da var. Tam mərkəzdən keçir. Ola bilər kömür daşlanlar. Cənnətin səsini eşidirsiniz uşaqlar. Hə? Gülümüzə bax. Ağ gülümüz də var, narıncı da var. Nə istəyirsiniz? Yaşıllıq, ot. Məhəba məhə. Ağaca gönətər vurur, görürsünüz? Şirvanda külək yoxdur deyənlər də utansın. Bu da bizim Şirvanımızın yeraltı keçidi. Buradan metroya da gediş var.
Amma bağlıdır indi hal-hazırda. Hansı ki bu keçidə də bir qarolçu qoymuşdular. Səbəb isə nə idi? Gördüyünüz bu işıqlar var ha, hansı ki bu işıqları vətəndaşlar qırırdılar. Niyə bilmirəm. Bura kamera da qoymuşdular. Baxın, kamera da yoxdur. Kameranı da qırıblar. Kameranı da qırırdılar. Bura bir dayı qoymuşdular. Çıxışda otururdu ki, kameranı qırmasın, bu işıqları qırmasın. Həmin dayı burada otururdu, bir də burada otururdu ki, şeyi qırmasınlar. Adı nədir? İşığı qırmasınlar. Oradakı işığı da qırırdılar. Görürsünüz o işığı. Onu da əl atıb qırırdılar. Nə bilim. Var yəqin bir izahı. Məncə izahı da yoxdur. Niyə də qırasan, qardaş? Uzun sözün qısası. İndi gəlmişəm Füzuli parkındayam. Gördüyünüz bu park əslində köhnə park deyə deyirdilər. Sonrasında isə bərpa elədilər. Şirvanın ən böyük parkı buradır. Hər şeyimiz var, qardaş. Hər şeyimiz. Bu gölün biraz suyu azalıbdır. Onu da çoxaldarlar yəqin ki. Ətraf belədir. Şirvan bu tərəfləri çox xoşuma gəlir. Çox qəşəngdir. Burada suyun rəngi də pisdir. Yayda bu gəmilərlə, daha doğrusu qayıqlarla, lötkələrlə, hər nə deyirsinizsə, bunlarla da səyahət eləmək olur. Deyəcəkdim, deyəsən, artıq bu da bərbad gündədir. Bunlar çox qəşəngdir, xarab olub. 5 manatdır səhv etmirəmsə, bunlarla bir tur, qəşəng bir tur eləyə bilirsiniz. Onun da qiyməti var, onunla da tur eləyə bilirsiniz, amma siz sürmürsünüz, başqası sürür. İngiltərədə bundan ola bilir, Bakıda ola bilir, bizdə ola bilir. İşləyir, fəaliyyəti var. İşıqları da var, qəşəngcənə yandırırlar, eləyirlər. Bu park yaman gündə idi uşaqlar. Buralar var ha, bərbad idi, bərbad. Ana heykəli deyirlər. O heykəlin yanında indi 44 günlük müharibəyə həsr olmuş bir abidə var. Oralar bərbad idi, buralıq çox pis idi. Şəklini tapsam qoyacam buralara. Yəni çox pis idi də. Sağ olsunlar, düzəldiblər, yaradıblar. İnsanlar da gəlir burada asudə vaxtlarını keçirdir. Vikingimiz də var. Türklər buna gondol deyir deyəsən. Gənclər əylənir. Belə yerlərin olması çox qəşəngdir ki, insanlar stresini ata bilir. Necəsiz? Şahbər, müəllim mən bir dənə çəkin. Müəllim? Necəsiz? Tanıyırım. Nədə bu? Çəkin. Çəkirəm. Sağ olun. Paylaşın da YouTube'da. Paylaşın. Sizi çox sevindirir. Çox sağ olun. Çox sağ olun. Hər yerdən takip edirlər. Öpürəm sizləri. Gül çiçək var ha burada. Görün, Şirvanı görün, yaşıllığı görün. O gölü görmüyün. Onu atın qırağı. Əvvəl bərbad idi, bərbad. Sıspağası var idi, qurbağası var idi. Təmizlədilər, düzəltdilər, bir şeylər elədilər. Buradan mənzərə bir balaca qəşəng görsənir. Belə buranı görməsək, bu olmasa belə mənzərə qəşəng. Axşamları və ya gecələri daha qəşəng olur. Belə. Başqa nə göstərim sizə? Canınız nə istəyir? Sabahları inşallah meşəyə gələcəyik. Orxan deyə bir qardaş var, dostumdur. Onunla bir yerdə meşəyə gedəcəm. Meşədə çəkilişlər eləyəcəm sizə. Eksklüziv. Gənclər, yeni bir gündən salam olsun. Hansı ki Şirvan çəkilişinin neçənci günündəyəm bilmirəm. Başımda kask var, bildiyiniz kimi bir motosikl var, amma tək deyiləm. Yanımda dostum Orxan var. Hansı ki Orxan Şirvanın aktiv gənclərindəndir. İstəyirəm özü haqqında qısa bir məlumat versin. Buyur Orxan. Salam, hər birinizi xoş gördüm. Deməli, mən Orxan Kazımzadə 92-ci ildə Şirvan şəhərində anda olmuşam. Öz fəaliyyətimlə məşğulam, mikro sahibkaram. Pilotsuz uçuş aparatları, elm və texnologiya, həmçinin də təbiətlə maraqlanan bir şəxsəm. İndi getdiyimiz yerdə göstərəcəm. Bu arada uşaqlar Şirvan kanalının yanındayıq. Hansı ki buradan Şirvan kanal keçir. Tam olaraq el arasında bura Demanlı deyirlər. Bəli, bəli. Sən də bura haqqında biraz məlumat ver. Demanlı 60-cı illərdə, yəni bizim eşitdiklərimiz budur. 60-cı illərdə yardımının Deman kəndi olub və həmin kənddə böyük bir zəlzələ olub. Zəlzələ nəticəsində həmin kənd mən özüm xəritədə də baxmışam və buranın yerli əhalisi ilə də danışmışam. Daha doğrusu gəlmə əhali ilə də danışmışam. Onlar belə bildirir ki, demək, zəlzələdən sonra bura inteqrasiya olublar. Yəni Şirvan şəhərinin Deman məhəlləsi adlanan yerə və məskunlaşdıqca bura adlanıb Demanlı məhəlləsi. Hazırda gördüyümüz bu yerlərin hər yeri deməli Demanlı məhəlləsi adlanır. Amma neçə ev qalıb dedin? Orada Deman kəndinin özündə 6 ev qalıb. Xəritədə 6 ev, 8 ev arası belə görünür. Zəlzələdə dağılıb. Bəli, bəli. Okey, okey. Desəz hara gedirsiniz? Hara gedirik? Meşəyə. Bəli. Meşə, Şirvanda meşə. Deyirdilər ağac yoxdur, düzənli idi. Biz Ağac, göstərəcəyik. Göstərəcəyik. Göstərəcəyik biz ağacı. Üstündə parı da var. Bəli. Ay, gedin. Yolçu yolda gələk.
Uşaqlar, siz buradasınız. Baxın. Bura qoymuşum. Okey. Girək içərini göstərək. Buranın ümumiyyətlə nəyə görə mövcuddur bura? Burada indi görəcəyik inşallah. Burada qarşıda Kür çayı axır. Kürün sağ, sol sahilləri Tuğay meşələri adlanır. Bu başlayır Neftçala, bilənlər bilir. İmişli, Sabirabad. Səhv eləmirəmsə Qarabağ, Araz çayı boyunca da. Buradan gedək. Oradakı tunelə girək. Araz çayı boyunca da deməli Tuğay meşələri başlayır. Əsas söyüd və qovaqdan ibarətdir. 2 ağacın özündən. 2010-cu ildə daşqından sonra burada, sırf burada deməli saqqız ağac vardı. O yoxa çıxdı, məhv oldu. Təəssüflər olsun ki, o bərpa eləmək olmur. Amma mən öz təşəbbüsümlə bura 3000 palıd ağacı bir əkmişəm. 25 kilo bu il əkdim, bu illəri. O da görüm göstərəcəm indi. O meşədə içəridə dərinliklər. Və bura meşə adlanır. Bunu biz vətəndaş olaraq meşə demirik. Bu Ekologiya Nazirliyinin rəsmi saytında qeyd Meşə olunur. qardaşım, gəl o. Demişəm, təbiət evimizdir uşaqlar. Təbiət evimizdir. Bunu da misal üçün qoyublar ki, yəni iminli bundan atmayın. Elə zibilləmirlər yoxsa. Kür o tərəfdədir bu arada. Kürü sizə çox göstərmişəm. Cənnət. Kür aşağıdadır orada. Biz belə ilərləyəcəyik. Çox adam deyirdi ki, Şirvanda meşə yoxdur. Al sənə yaşıllıq, meşə, quş, cik eləyir. Burada bir heyvan var, adını bilməyəcəm. Yaxud sənə dedim, amma onun adını deməyəcəm burada. Niyə demirsən? Elə məxfidir. Yox, o mənada məxfi yox. İnsanların ona hücum eləməyi var. Bu səbəbdən mən ehtiyat edirəm. Onun sağlamlığına, onun burada inkişafına, artıb çoxalmasına görə ehtiyat edib adını çəkmək istəmirəm. Bölgələrdə nadir heyvandır. Amma burada buranın xüsusiyyətinə uyğunlaşıb, burada yaşayıb artan heyvandır. Təəssüflər olsun ki, onunla da mübarizə aparır bizim yerli cəmaət deyək insanlar. Buradan da kamu spotumuzu dedik. Bəli. Təbiəti həqiqətən qorumaq lazımdır. Uşaqlar, bildiyiniz meşəlikdir. Baxın, gözünüz nə qəşəkdir. Meşə. Şirvan meşəsi. Tayqa meşəsi ola bilir, Şirvan meşəsi ola bilmir. Sakitçilik, huzur. Sadəcə burada mığı-mığı çoxdur. O adamı narahat edir. Gecələr burada qalmaq imkansız kimi bir şeydir. Çadır gəlib qurmaq istəsəz, bunu da göz önündə bulundurun. Tüklər demişəm. Yoxsa burada sizi ağca qanatlar məhv edir. Yiyər, bitirər. Desəz Orxan ana, Orxan arxadadır, gəlir. Belə. Meşə. Kür qırağı bir meşə ya. Zaqatalada kür qırağı meşə var. Və ya Qubada. Yox. Bizdə var təbii ki. Orxanın ixtirası olan bir drondur. Bu kameranı əlavə eləyib drona. Normalda kamerası yoxdur. Buradan görə bilərik istəsəz. Nə qədər gedir? Açığı yoxlama, həmişə küləyə düşürəm işdən sonra. Get də, get görə hara gedəcək. Risk eləmək istəmirəm. Apar, apar. Amma qılsa da heç nə olmaz da. Döndür bizi çək də. Döndür deyəndə ki, döndər. Jiroskopun. Dönəmirsən. Allah. Təzələrin hamısında belə. Bu arada Orxan palıd ağacı əkibdir bura. Daha doğrusu palıd toxumları mı deyək Orxan? Nə məsləhət görürsən? Bəli, videonu qeyd eləmişdim. Videoda qeyd eləmişdim ki, burada mən palıd ağacı əkmişəm bura. İndi o palıdları da hazırda görə bilərik. Bəli. Palıd. Yox. Hə, bu da palıd budur. Palıd. Sonra bu da palıddır. Orada da var palıd. 25 kilogram palıdı bu hissəyə əkmişəm. Amma əsasən heyvanqara buraxıldığı üçün bura bəli. yeyilir. Bəli, malqara yeyir. Bir də o dediyim canlı vardı, o yeyir. O sirr olaraq qalacaq. Bəli. Bilənlər yoruma yazar. Gəlib tökülüşümü ovlayacaqlar. Bu oxlar belə böyük bir dovşan gördüm burada. Qaçdı. Deyir dovşan pələngi görəndə nə edir? Qaçar. Meşədə ağacları əkməyimin səbəbi nazlı balamdır. Yəni sırf
qızıma görə əkirəm ki, qızım bu ağaclar böyüyəndə bura başqa bir heyvanlar, bura uyğun heyvanları bura gətirmək istəyirəm. Həmin heyvanlar da deməli burada artıb çoxalsın ki, ekosistemi bərpa eləyə bilsin. Hay maşallah. Burada ayı var. Yox. Yox, ayı yoxdur, amma canavar var. Görmüşəm, canavar tək gəzən, yalğıza. Onu görmüşəm orada çadırda qalanda. Burada qalmışdıq Nəcəflə. Nəcəf bilir, görsə biləcək. Hə, çaqqallar çoxdur, dovşandır. Əsas massiv bundan. Bir də ki o dediyim canlı. Dəhşət bir şey. 15 ildə mən can qoyuram bu şəhərdə. Allah yaxşıları qorusun. Başuza!